Magnolia hazırlayırıq. Qazana 200 qram şəkər tozu, 3 dolu yemək qaşığı un, 3 dolu yemək qaşığı qarğıdalı nişastası əlavə edib qarışdırırıq. Üzərinə 1 ədəd yumurta və 1 litr süd əlavə edirik. Qeyd edim ki, reseptdə istifadə etdiyim ərzaqları av marketlərdən əldə edə bilərsiniz. Qarışdırıb ocağa qoyuruq. Ocağın aşağı sürətində qarışdıraraq qatılaşıb qaynamasını gözləyirik. Ardından ocaqdan götürüb daha tez soyması üçün başqa qaba əlavə edək. Daha da ləzzətləndirmək üçün 1 yemək qaşığı kərə yağı və 1 paket şəkərli vanilini əlavə edək. Yağ həll olanda qarışdıraq. Üzerini streçlə örtüb tamam soymasını gözləyək. Soyduqdan sonra 200 qram qaymaq əlavə edib mikserlə qarışdıraq. Digər tərəfdə 200 qram peçenyəni blenderda və ya oxlov yardımı ilə umac edək. Zövqə görə meyvə dilimləyək. Mən çiyələk istifadə etdim. Hazırladığımız ərzaqları porsiyalı qablara pay edək. Soyuducuda ən az 3-4 saat gözləyək.